Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Həftənin vacib xəbərlərini nəzərinizə çatdırmaq üçün sizinlə studiyada mənəm Şəbnəm Lətifi. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-u Naxçıvan şəhərində anadan olub. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1%-ni toplayaraq yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. Azərbaycanın ümumilli lideri Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-sində müalicə olunduğu Cleveland klinikasında vəfat edib. Dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub. 9 may qələbə günündən 80 il ötüb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qələbə uğrunda mübarizədə həlak olmuş Azərbaycan övladlarını ehtiramla yad ediblər. Moskvada Qırmızı meydanda qələbənin 80-ci ildönümü münasibəti ilə parad keçirilib. Həmin paradda Azərbaycan hərbiçiləri də iştirak ediblər. Görüntüləri təqdim edirik. На Красной площади парадный расчет бригады «Командос Азербайджанской Республики». Возглавляет парадный расчет полковник-лейтенант Мамедов Самик Резван Аглу. Hazırda Azərbaycanda 400 min nəfər talasemiya daşıyıcısıdır. Bu barədə Talasemiya Mərkəzinin baş həkimi Səhər İsmailova məlumat verib. Baş həkim bildirib ki, nəticələr onu deməyə əsas verir ki, iki daşıyıcı bir-biri ilə evlənərsə, 25% ehtimalla xəstə uşaq, 25% ehtimalla sağlam, 50% ehtimalla isə ana və ata kimi daşıyıcı doğulacaq. Qohum nikahlarına qoyulan məhdudiyyətlər də işimizi asanlaşdırır. Bildiyiniz kimi, bir çox irsi xəstəliklərin başlıca səbəbi məhz qohum evlilikləri idi deyə baş həkim qeyd edib. Vatikanda yeni Roma papası seçilib. 267-ci papa ABŞ-dən olan kardinal Robert Francis Prevost'dur. Yeni papa Vatikanda eyvana çıxaraq ictimaiyyəti salamlayıb. Qeyd edək ki, Roma papası Fransisk aprelin 21-də vəfat edib.